Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Milli TV-nin günün xəbəri proqramında Məlahət Səfərovadır sizlərlə. Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası Bakıdan yola salınıb. Bugün SOCAR tərəfindən ilk dəfə olaraq yerli mənşəli neft yükünün Ermənistana tədarükü həyata keçirilir. 22 vaqona yüklənmiş 1220 ton 95 markalı avtomobil yanacağı Azərbaycan dəmir yollarının yük qatarı ilə Bakı yük stansiyasından Böyük Kəsik stansiyası istiqamətində yola salınıb. Yük oradan Gürcüstan vasitəsilə Ermənistana çatdırılacaq. Qeyd edək ki, neft məhsullarının ilk partiyası noyabrın 28-də Qəbələ şəhərində Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayev və Ermənistanın baş naziri müavini Mihir Qriqoryanın görüşündə əldə edilmiş razılaşmaya əsasən yola salınıb. Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyalı tərəfdaşlarından bir sıra dəmir yolu xətlərinin təcili bərpasını xahiş etdiyini bildirib. Məlumata görə söhbət Arazdəyan Naxçıvanla sərhədə qədər olan dəmir yolu xətti və Axurikdən Türkiyə ilə sərhədə qədər olan dəmir yolu xəttindən gedir. Hörmətli izləyicilər, xəbərləri Milli TV-də izləmədə qalın.